Bu nə yanaşmadır? Sən gəlmişsən burada oturmusansa biz sənə qiymət verməliyik. Burada oturanlar da qiymət verməyə bacaran insanlardır. Veriliş ola bilər ki, empatiya verilişi deyil, amma empatiya insanın daxilində olan bir hissdir. O başqa mövzudur. O mövzu başqa mövzudur, xanım. Xeyr, biz əgər burada oturmuşuqsa, deməli biz burada kiməsə dəyər verməyə bacaran insanlarıq ki, o insanların səhvin, yəni söhbət burada günahdan getmir. Günahın timsalında biz cəmiyyətə mesaj veririk. Özümüzü o yerine qoymuruq. Biz kimsə qınamırıq. Qınamaq deyil. Allah eləməsin. Yeri gələndə günah açıq deyəcəm. Çox sözü istəyirəm, təkəbbürlükdən Allah'a sığınıram. Günahı elədiklərimi burada heç kim eləməyib. Mən elədiklərimi, maddi elədiklərimi. Mən qınasaydım onu eləməzdim. Mən günahı başqa söz gözlə baxmıram, başqa sözlə demirəm. Amma onun üstündən cəmiyyətdə o insanlara mesaj verir ki, ay cəmaat etməyin, ananı atmayın, anan müqəddəsdir, əzizdir. Ola bilər, o da insandır. O da anada səhv edə bilər. Sən keçən əvvəl sənə dedim mi? Dedim, anan əgər sən deyirsən, anan sənə bunu eləyibsə, sən övladlarına etmə ki, sabahlarım eyni ananın qarşısına çıxdığı kimi sənin qarşına çıxmasın. Aydındır.